Axşamınız xeyir, hörmətli qonaqlar. Studiyamıza xoş gəlmişsiniz. Elkin müəllim, gəlin dərhal bu parada və atəşkəsə keçək. Bu 3 günlük atəşkəs 9 may, 11 maya qədər davam elədi. Artıq tərəflər arasında müharibə davam edir. Rusiya Kiyevə zərbələr endirib. Bu atəşkəs daha çox kimə lazım idi? Atəşkəs daha çox məncə Moskvaya lazım idi. Çünki 9 may baxmayaraq ki, onsuz da tam dəyərini özlüyündə itirmədi, amma çox gözdən saldı Putin o bayramı. Çünki özlüyündə o çox ülvi bir bayramdır, həqiqətən də faşizm üzərində qələbə günüdür. Amma və söhbət heç də SSR-in dağılmasından da getmirdi. SSR dağılandan sonra da keçmiş respublikalar o bayramı qeyd edirlər. Elə bizim özümüzdə də faşizm üzərində qələbə günü bayram günüdür. Amma Putinin apardığı siyasətdir, Ukraynaya qarşı təcavüz, müharibə, cinayətkar bir müharibə artıq o gün, o bayramı da Rusiyanın özünün içində də artıq gözdən salmaqdadır. Çünki bütün mənəvi üstünlükləri gedib, artıq Rusiya 9 mayda hər zaman özünü müdafiə edən tərəf kimi qələbə gününü qeyd edirdi. İndi isə özü işğalçıdır, təcavüzkardır və belə bir gündə, xüsusilə də orada paradda iştirak edən hərbiçilərin arasında Ukraynada təcavüzkar müharibədə iştirak edənlər də yürüş etdi. O da lap bir cür ümumilikdə onun mənəvi dəyərini yerə vurdu. O baxımdan əlbəttə Putin üçün onun onsuz da legitimliyini ayaqda saxlamaq üçün, əldə tutmaq üçün çox az əsas qalıb. Onlardan biri bir xalqın yaddaşı olan resurs olaraq 9 may bayramı idi. Onu da əldən verməkdədir. Artıq Rusiyanın özündə də hamı o bayrama, daha doğrusu bayramın özünə yox, məhz o Putin rəhbərliyi altında keçirilən parada və birlikdə siyasətə ikrah gözü ilə baxırlar. Ona görə şübhəsiz burada hətta ümumi fonda, indi siz də dediniz ki, Zelenski çox belə istehzalı şəkildə mesaj göndərdi ki, icazə verirəm ki, siz orada keçirəsiniz, yoxsa prinsipcə burada bilərdim. İradənin müharibə zamanı istifadə olunan hər cür retorik ola bilir, amma burada həmən günlə bağlı olan və cavabsız qalmış, yəni ən azı sözdə cavabsız qalmış bir acı bir mesaj idi. Bu baxımdan əlbəttə ki, istinad etdiyi tarixi günlər də əldən gedir, argument olaraq. Yəni, lap başdan burada çox danışılıb. Kiyev Rus dövlətinin, bütün Rus dövlətlərinin az qala ana şəhəri sayılırdı Kiyevi. Amma Kiyevi bombaladı və o argumenti öz-özlüyündə məhv elədi. Ümumiyyətlə, Rus-Ukrayna, Slavyan, Xristiyan birliyi haqqında çox danışılırdı. Onu da məhv elədi, yerdən yerə vurdu. Yəni, müharibə çox şey dəyişdi. Məsələ ondadır. Müharibələr olur, müharibələr təəssüf ki olur. Müharibə edənlər bir-birinə düşmən olur. Amma sonradan da hansısa bir şəkildə indi barışırlar, ya ən azından yola gəlirlər, sülh bağlanır. Amma bu müharibə dövlətlər arası müharibədən çox uzağa getdi və Ukrayna xalqında Rusiyaya qarşı məhz ümumxalq bir nifrət yaratdı. Və bunu indi mən Ukraynaya gedib gəlmiş birisi kimi və Ukrayna deputatları ilə də çox ünsiyyətdə olan birisi kimi bunu açıq görürəm. Yəni, bu artıq dövlətlərin arasında olan müharibə deyil. Ən azı Ukraynada Rusiyaya qarşı, Rus dilinə qarşı, Rus xalqına qarşı az qala nifrət forması. Gülşən xanım, sizin fikrinizcə Birləşmiş Ştatlar indi prosesdə yoxdur, faktiki yoxdur. Bu danışıqlara necə təsir göstərir? Sizə elə gəlmir ki, elə danışıqların donmasının səbəbi də məhz Trumpın kənara çəkilməsidir. Gəlin belə deyək də, o zaman Trumpla Amerika Birləşmiş Ştatlarını biraz ayıraq. Çünki Trumpın davranışları və Amerikanın maraqları biraz ayrı-ayrı mövzular. O anlamda ki, bax, indi Amerikanın yaxın şərqdə, özelliklə İranla bağlı etdikləri, açdığı müharibə, indi də Çinə gedəcək. Yadınıza gəlirsə, hələ qış ayları müharibə başlamamışdı.
biz müharibə ehtimalları haqqında danışırdıq. Siz məndən soruşdunuz. Mən ehtimalın yüksək olduğunu söylədim. Məqsədlərindən biri də Çinlə olan əlaqələri vurğuladım ki, əslində Çinə görə vuracaq. Çünki Çinlə İran strateji əməkdaşlıq haqqında anlaşması var idi. Daha sonra bağlamışlar, hələ başlamamışlar, amma eyni zamanda perspektivi böyük görünürdü. Eyni zamanda Çinin İran neftini alması falan. Bax, orada bu böhranı yaratmaqla, indi də Çinə gedəcək, biraz sanki özünün də dediyi kimi, biraz üstün əllə, güclü kartla getdiyini ən azından özü üçün hesablayır. Amma İranı vurmaq həm də Rusiyanı da vurmaq anlamına gəlir Amerika üçün. Bir tək o drone və başqa texnologiyaların mübadiləsi anlamında deyil. Çünki burada söhbət Xəzər dənizi üzərində hökmranlıqdan gedir, Orta Asiyaya açıla biləcək yol üzərindən gedir. Nəhayət indi Trip yolunun İran bilirsiniz, İranda Rusiya çox belə yumuşaq desək, göy gözlə baxırdılar. Yəni, bunlar hamısı geopolitik layihələr olaraq, məncə Amerikanın strateji planlamasında vahid bir xətt kimi davam edir. Ukrayna o baxımdan sanki biraz yan münaqişə sayılır. Amma o da elə həmin o problemə gəlir, bağlanır. Mən bunları bir-birindən ayırmazdım. O, haradasa daha güclənir, haradasa səngiyir. Baxın, İranda sanki səngimə var. Halbuki müharibə bitməyib orada da. İndi Ukraynada bir ara deməli, ateşkəs oldu, yenə başlayacaq. Bunlar elə ki, periferik müharibələrdir. Əsas geopolitik qarşıdurmanın periferik müharibələridir. İndi Çinlə Amerikanın. Necə ki, vaxtilə Amerikanın SSR ilə qarşıdurması periferik müharibələrlə nəticələnirdi. Həm Orta Şərqdə, həm Latin Amerikasında, həm Cənubi Şərqi Asiyada bir-biri ilə açıq qarşıdurmaya girmədən bütün bu müharibələri başqa əllərlə aparırdılar. Ona görə bax, indi əsas məsələ Amerikanın, daha sonra Trump'ın Çinə səfərindən sonra daha biraz da aydınlaşacaq ki, çünki mənim ən azından razılaşmaya bilərsiniz əlbəttə. Belə görürəm. Belə görməyimin də boş yerdən deyil, çünki hələ neçə aydır bununla bağlı çeşidli təhlillər də yayılmaqdadır. O cümlədən hərbi analitikanın da açıq olan mənbələrdən ona oxuyarkən bunu görmək olur. İlkin Zaur müəllim söylədi, Amerika və Qərb bu müharibəni dayandırmalıdırlar. Necə? Dayandıra bilərlər? Bunun iqtidarındadılar mı? İndi dayandırmaq üçün gərək Ukraynaya tam yardımı kəssinlər. Bu isə açıq-aşkar təcavüzkarın tərəfini tutmaq anlamına gəlir. Onun ki, Qərbin də manevrları açığı çox azdır, imkanı bunun üçün. Çünki texniki baxımdan əlbəttə anlaşılandır. Qərb özü bu müharibədə ilişib qalmaq istəmir, öz əskərlərini göndərmək istəmir, indi silahlarını göndərir, orada texnologiyalarına yardım edir, oradakı silah və sursat istehsalında mütəxəssisləri və digər texnologiyalarında iştirak edir. Və bu əlbəttə ki, resurs tələb edir. O cümlədən maliyyə resursu. Ki, bu da Avropada heç də hər bir ölkənin qaldıra biləcəyi yük deyil. Amma mənəvi resurslar da var. Məsələn, Avropa, Amerikaya asandır, Amerika uzaqdadır. Həm də Amerika özü NATOya elə şərtlər qoydu ki, yəni ki, nizamlamaya əsasən. O, deməli, üzvlük haqqı və s. kimi məsələlər göstərdi ki, siz bunları əməl etməlisiniz də, mən sizi müdafiə eləməyəcəm. Yəni, ən azından argumenti vardı. Avropa ölkələri, söhbətində Avropa Birliyindən gedir, aydın məsələdir, onun aparıcı qüvvələrindən. İndiyənə qədər etdiyi yardımdan sonra geri çəkilmək, yəni yalnız bununla müharibəni dayandırmasına səbəb olmuş ola bilərlər. Çünki Ukrayna onda uduzacaq. Əgər bütün yardımı kəssələr, onda Ukraynanı Rusiyaya qurban vermiş olurlar və beləliklə bütövlükdə ləkələnmiş olur onların bütün reputasiyaları və təcavüzkarın tam tərəfini tutmuş olurlar. Ki, bunu da edə biləcəklərini sanmıram. Bu məsələdə mən Ukraynaya bir məsələdə xüsusilə üstünlük qazandırıram. Həmin o, sırf o mənəvi argument baxımından, silahlarla bağlı Zaur bəy deyil. Bilirsiniz necədir? Burada məqsədlər çox fərqlidir. Yəni, Rusiyanın məqsədləri aydın deyil. Halbuki düzdür, indi işğal olmuş əraziləri referendum keçirib öz ərazisinə qaçıb
qatmış olsa da özü üçün dünya bunu tanımır və tanımayacaq. Ayrıca o işğal etdiyi ərazilərin də gələcəkdə müdafiəsi üçün çox da uğurlu bir mövqelər deyil. Çünki orada aparılan bütün müharibələr, İkinci Dünya müharibəsinin özü aydın göstərir ki, orada gərək sən Dnepr çayının sağ sahələrinə də sahib olasan. Rusiya isə, bax indi ondan əvvəlki xəritədə çox aydın görünür ki, Rusiya ancaq sol sahillərini işğal edə bilir. Sağ sahillər tam Ukraynanın nəzarətindədir. O plazdarmı keçməyincə orada heç bir hansısa bir hərbi qələbədən belə söhbət gedə bilməz. Amma bu eyni ilə güzgü formasında Ukraynaya da aiddir. Hə, amma Ukrayna müdafiə olunan tərəfdir və onun argumenti də budur ki, mən ona görə dedim ki, Rusiya indi tutam ki, təcavüz edir falan. Ukrayna üçün qələbə məqsədi çox aydındır. Ukrayna üçün qələbə Rusiyanın işğalçı qüvvələrinin Ukraynanın suveren ərazilərindən çıxarmaqdır və öz ərazidə tam sahib olub sərhədlərinə nəzarət etməkdir. Amma Ukrayna buna hazır deyil. Amma yox, o başqa məsələ. Söhbət məqsədlərin aydınlığından gedir. Bugün hazır deyil, nə vaxt hazır olacaq? Biz də 30 ildə hazırlaşırdıq, amma bizim üçün həmişə aydın olub ki, biz nə istəyirik bu müharibədən? Öz ərazilərimizi işğaldan azad edib, öz qanuni sərhədlərimizə çıxıb onları nəzarət etmək. Rusiyanın məqsədi nədir? Məsələn, Rusiya özü üçün qələbə məqsədini harada görür? Elan etdiyi hədəflərə çatmadı. Kiyev 3 günə almaq, rejimi dəyişmək, denasifikasiya filan. İndi bu ərazilərdə oturub nəzarət eləməkdirsə, orada elə Rusiyanın özü dağıdıb bombalamaların vasitəsilə, düzdür, Ukraynanın savaşları orada yaşayış üçün yararlı bir yer çox az qalıb. İndi isə öz ərazisinə qatıb onu, yəni hələlik de facto. Ona görə məsələn, Rusiya üçün qələbə nə demək ola bilər, Rusiya bunu bilmir. Və çox aydın səbəblərdən bilmir. Çünki nə deyirəm, həm imkanı çatmır bütün Ukrayna işğal etmək, həm də açığı Ukraynanın biraz şantaja girişmişdi axı bütün o rejim falan dəyişiklik ki, onun xarici siyasətin seçimlərindən çəkindirsin, o da alınmadı. Amma Ukrayna üçün qələbə hədəfi çox aydındır. Ərazi bütövlüyünü bərpa etmək. Və bu bərabərsizlik, yəni məqsəd, bir tərəfin məqsədə çox aydın olması, o bir məqsəd özü üçün aydın olmaması böyük resursdur. Mən indi izləyicilərimiz üçün elə bayaqda ipucu olaraq dedim. Məsələn, güzgü effekti olaraq, bax, bizlə Ermənistan münaqişədə bu eynidir. Biz 30 ildir zəif tərəf olmuşuq, hazırlaşmışıq, hazır ola bilməmişik. Uzun müddət bütün resurslarımızı ora xərcləmişik, amma biz hər zaman bilmişik ki, biz nə istəmişik. Ermənistan tutub işğal elədi, əhalini qovdu, dağıtdı, amma sonuna qədər nə istədiyini bilmədi. Nə oranı məskunlaşdıra bildi, nə oranı rəsmiləşdirə bildi, nə oranı öz dövlətinə qata bildi, nə onun müstəqilliyini axıra qədər nə etməli olduğunu bilmədiyindən uzdu. Bax, Rusiya eyni tələyə düşüb Ukraynada. Ukrayna çox yaxşı bilir nə istədiyini, Rusiya nə istədiyini Sual doğuran məqamlar. İlk son 5 dəqiqəmiz var, ona görə mən sizə mümkün qədər bir qədər qısa cavab xərcləyəcəm. Sevgi xanım söylədi, tarix çox müharibələr görüb də, 100 illik müharibə olub, 30 illik müharibə olub Avropada. Amma müasir dövrümüzdə belə uzun müharibənin olması qeyri-mümkün sayılırdı hər halda. İndi nə vaxtsa bu bitməlidir də. Bunlar sonsuzluğa qədər müharibə apara bilməzlər axı. Bu həmin o bitmə nöqtəsi, həmin o qırılma nöqtəsi ki, bəsdir vuruşduq, gəlin danışaq nöqtəsi sizin fikrincə çoxmu uzaqdadır? Onu demək çətindir, amma o 100 illik falan müharibələr ki deyirsiniz, bu o demək O təsirlərdə olub. Yox, söhbət ondan getmir. O demək deyil ki, o 100 ilin də vuruşublar. Orada aktiv müharibə o 100 ilin içində çox qısa bir zaman alır. 30 il, 40 il ümumiyyətlə heç bir müharibə olmayıb. Yəni bu ona görə də müharibə adlanıb ki, ona qalsa bizim müharibəmizdə belə baxın 30 illik müharibədir. Bizim müharibə, hə. 30 illik müharibə. Amma yəni bu olur. Yəni müharibə sülh bağlanana qədər davam edir. Yəni o demək deyil ki, döyüşlər getmir deyə müharibə bitir. Yox, müharibə uzun müddət döyüşsüz də davam edə bilir. Başqa yollarla davam edir. Çünki dövlətlərin bir-birinə düşmən münasibətləri aktiv döyüşlər aparmadan da olur. Yeri gəlmişkən təcavüz cinayəti beynəlxalq hüquqa görə heç də həmişə bir dövlətin başqa dövlətin ərazisinə hərbi hücumla nəticələnmir və onun hüquqi təsbiti çox fərqlidir. Adicə bir dənə limanın blokadası yetər ki, sən ona təcavüz sayasan beynəlxalq hüquqa görə. İlki mən başqa cür soruşum. Ukrayna cəbhəsində silah nə vaxt tutar? Olsa şey olar, nədir onun, atəşkəs. O atəşkəs uzun zaman sürə bilər və uzun zaman ərzində danışıqlar aparıla bilər.
Yeri gəlmişkən burada indi daha çox Zelenskidən danışıldı ki, o Rusiya onu qeyri-legitim sayır, halbuki Ukraynanın özü üçün müharibə şəraitində nə seçki keçirəsidir və bunu Avropa qəbul edir, prinsipcə dağılıb atan arqumenti. Amma Rusiyanın özündə hakimiyyət dəyişə bilər axı. Yəni Putin yaşlı adamdır. Yəni hər nə olacaqsa olacaq, amma artıq bu danışıq aparan tərəflərdə hakimiyyət də dəyişə bilər bu illər ərzində. Yəni bu da önəmlidir. Bunu gözdən qaçırmaq olmaz. Amma mən istənilən halda burada sırf hüquqi və arqumentativ baxımdan Ukraynanı üstün sayıram.